Bu vilayət sifətin Allah öz izni ilə, özündən başqasına bu qüdrəti, bu səlahiyyəti verib yoxsa verməyib? Qurana baxanda görürük verib. Bax, sual budur. Bu vilayət sifətin Allah öz izni ilə, özündən başqasına bu qüdrəti, bu səlahiyyəti verib yoxsa verməyib? Qurana baxanda görürük verib. Allah Quranda deyir ki, İnnəmə vəliyyukumullah və rəsuluhu vəllezina amenullezina yuqimuna salat və yutuna zakata və hum rakiun. Allah deyir ki, yalnız və yalnız sizin vəliniz Allahdır, onun peyğəmbəridir və o kəslərdir, iman gətiriblər, namaz qılırlar və rüku halında zəkat verirlər. Deməli, Allah bu səlahiyyəti, yəni yaradılışın nizamına dəxalət eləmək səlahiyyətin özündən başqasına əta eləyib, yoxsa eləməyib? Əta eləyib. Bunun üçün Quran ayəsi aşkardır. Yaxşı, əta eləyibsə bu Peyğəmbər salavatullah aleyh və aleyhə məxsusdur və bizim pak və məsum imamlarımıza məxsusdur. Peyğəmbərimizə məxsusdur, burada da müsəlmanlar çox etiraz eləmirlər. Yəni, bunu da təqribən qəbul eləyirlər. Və bunun üçün də bizdə tarixi məsələ də çoxdur. Yəni, bir var deyək ki, səlahiyyət verilib təkcə, bir də var yox. Verilib və ondan istifadə də olunub, yoxsa yox. Bəzən var ki, ola bilsin, səlahiyyət verilib, amma onu istifadə eləməyib, heç yerdə tətbiq eləməyib. Amma səlahiyyəti var, bəli, var. Neçə yer var, onlardan biri Rədd-ü Şəmsdür, eşitmişsiniz bunu. Günlərin birində Peyğəmbər salavatullah aleyh və aleyh dedi ki, ya Əli, mən çox yorulmuşam, istəyirəm biraz dincəlim. Quru qum üstündə dincələcəksən, ya Rasulallah, dedi, xeyr. Əli əyləşkinə, mən başımı qoyacam dizivin üstünə. Həzrət Əli əyləşdi, Peyğəmbər salavatullah mübarək başını qoydu dizi üstü Həzrət Əlinin. Bir müddətdən sonra Peyğəmbər salavatullah gözlərini açdı. Ya Əli, əsr namazını qılmışdın, dedi, xeyr, zöhrü qılmışdım, əsri qılacaqdım. Bəs niyə oyatmadın əsrin fəzilətli vaxtı? İndi şəriət bilənlər bilirlər, əsrin fəzilət vaxtı, o şaxis ki bastırırsan, onun bir mislinə çatana qədərdir. O bir mislindən sonra artıq fəzilət vaxtı azalmağa başlayır, gecikə. Düzdür, axşam namazına qədər qıla bilərsən, amma fəzilət vaxtı o şaxis, məsələn, 1 metrəlik çubuq bastırmısan, onun kölgəsi ki artıq özünə çatdı, orada fəzilət vaxtı azalmağa başlayır və yaxud bəzi alimlər deyirlər ki, 2 mislinə çatdı. Yəni, kölgə şaxis, ağac 1 metrədirsə, 2 metriyə çatanda fəzilət vaxtı gedir. Ya Əli, əsr namazını qılmışdın, xeyr. Bən niyə görə fəzilət vaxtı keçdi? Dedi, ya Rasulallah, qıymadım, səni oyadım. Səni oyatmağa qıymadım. Qaza getmir ki, gözlədim ki, ayılacaqsan, qılacam, elə indi qılacam. Dedi, ya Əli, sən ki mənə ehtiramən, Peyğəmbərə ehtiramən, sən ki əsr namazının fəzilət vaxtını gecikdirmirsən, mən də Allahın izni ilə günəşi qaytaracam yerinə, sən fəzilət vaxtında əsri qılacaqsan. Bu hadisiyə deyərlər, hadisət Rədd-ü Şəms, yəni günəşi qaytarmaq hadisəsi. Bu ki, o yerdə Mədinədə olmuşdu, onun yerində məscid də var idi. Məscidin adı da Məscid Rədd-ü Şəms idi. Yəni günəşi qaytarma məscidi. İmamlara gələndə isə, bəli, Allah bunu əta elib imamı. İmamlarımızda bu var. İndi biri deyər ki, buna sənin Quran ayən var, deyirəm ki, bəli. Birinci, Süleyman Peyğəmbərin vəziri Asif ibn Bərxiyanın məsələsi. Quran bizə aşkar şəkildə deyir ki, bir göz qırpımında Asif ibn Bərxiya Bilqeystin taxtın Yəməndən Fələstinə gətirdi. Bir göz qırpımında. Əgər bu vilayət olmasaydı, Allah ona, Allahın yaratdıqlarını bu nizamda ona səlahiyyət verməsəydi, Asif ibn Bərxiya bu işi görə bilərdi, yoxsa yox? Görə bilməzdi. Deməli, hələ Asif ibn Bərxiya Peyğəmbərdir ki, Peyğəmbərin vəziridir. Deməli, Süleyman Peyğəmbərin vəsisidir. Deməli, Peyğəmbər vəsisinə Allah səlahiyyət verir ki, o bir göz qırpımında Bilqeystin taxtın Yəməndən gətirir Fələstinə. Təsərrüf eləyir. Və İsa Peyğəmbər barəsində Allah Quran-ı Kərimdə demir ki, İsa Peyğəmbər buyurdu ki, mən torpaqdan quş yaradıram. Torpaqdan quş xəlq edirəm Allahın izni ilə.
Mən körün gözünü açıram Allahın izni ilə. Mən bərəs xəstəliyinə, ala xəstəliyinə şəfa verirəm Allahın izni ilə. Deməli, Allahın izni ilə bu da yaradılışda təsərrüfdür, yoxsa yox? Yaradılışda səlahiyyəti var da dəxalət eləsin, yoxsa yox? Torpaqdan quş necə yaradır İsa Peyğəmbər Allahın izni ilə? Deməli, və çoxdur. Da bu bizi çıxardar bəhsdən uzun olar, yoraram sizi. Ona görə nümunələr deyirəm ki, Qurani Kərimdən, bəli, Allah Teala peyğəmbərlərə və peyğəmbərlərin vəsilərinə həmin bu ixtiyarı verib.